ABŞ və İsrailin İran İslam Respublikasının ali rəhbərliyinə qarşı məqsədyönlü sui-qəsdlərə qərar verməsi ehtimalı nəzərə alınaraq müvafiq prosedurlar müəyyənləşdirilib və onun yerinə təyin olunacaq şəxsin kimliyi məlumdur. Bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Riza Arif açıqlama verib. Arif bildirib ki, hökumət müharibə şəraitində ölkənin idarə olunması üçün xüsusi plan hazırlayıb. Onun sözlərinə görə bu plan ehtiyat xarakteri daşıyır və Tehran ümid edir ki, heç vaxt tətbiq olunmayacaq. Birinci vitse-prezident vurğulayıb ki, İran müharibə başlamaq niyyətində deyil, lakin hər hansı təhdid və ya hücum halında ölkənin müdafiəsi üçün bütün imkanlardan istifadə ediləcək. Qeyd edək ki, İran mediası daha əvvəl İranın ali rəhbəri Əli Xameneyinin yerinə keçməsi gözlənilən 2 real namizədin olduğu ilə bağlı isim açıqlamışdı. Məlumata görə ən real namizədlərdən biri öz oğlu Müctəba Xameneyi, digəri isə Sələfi Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeynidir.